Necəsiz? Mən də yaxşıyam. Əyləşək. Uşaqlar, bizim bugünkü mövzumuz gələcəkdə və keçmişdə olan təhsildir. Biz bugün sizinlə bu haqda söhbət aparacağıq. Sizin fikirləriniz mənim üçün çox maraqlıdır. Siz bilirsiniz, keçmişdə uşaqlar mədrəsədə təhsil alırdılar. Bilirdiniz bunu? Və mədrəsədə təhsil alan zaman uşaqların sizin kimi partası yox idi. Onlar yerdə əyləşib kitab oxuyurdular. Onların nə kompüteri var idi, nə planşeti var idi. Heç bizim sinifdə olan ağ lövhə onlarda yox idi. Yəni siz bugün çox şanslı uşaqlarsınız ki, sizin üçün bu qədər şərait yaradılıb. Amma dəyişməyən bir şey var idi. O zaman da uşaqlara yazıb oxumağı öyrədirdilər, indi də. O zaman da uşaqlara müəllim sevgi ilə yanaşırdı, bugün də. Və indi mənə sizin fikirləriniz maraqlıdır. Sizcə, keçmişdə təhsil necə olub? Uşaqlar necə oxuyublar? Kimin bu haqda fikri var? Mənə mədrəsədə dərs çox maraqlıdır. Mənə də görəsən keçmişdə oxumaq necə idi? Uşaqlar, kim keçmişə qayıdıb mədrəsədə oxumaq istərdi? Təsəvvür edin ki, mədrəsədəyik. Nə yaxşıdır, burada qızlar yoxdur. Yoxsa bütün gün mahnılarını oxuyub oynayırlar. Baş beynimizi aparırlar. Elə demə, qızlar da oxumalıdır, hamı təsir almalıdır. Bura mənim xoşuma gəlir. İstəyirsən soğutur, istəyirsən soğuzan. Yoxsa Züvər müəllimə bu sinifdə qoymaz ayaq üstə durmaq. Görəsən müəllim kimdir? Züvər müəllim. Axı o burada deyil. Bizə kim yazıb oxumağı öyrədəcək? Bəlkə özümüz yazıb oxumağı öyrənək. Maraqlıdır. Burada hansı fən keçirilir? Burada idman dərsi var. İdman dərsi olması için idman zal olmadı. Burada sadəcə bir otaq var və otaqda da yerdə oturub dərs edirlər. Bütün günü bir fən keçmək maraqsızdır. Düz deyirsən, bu heç maraqlı deyil. Burada heç lövhə yoxdur ki, yazı yazasan. Mən texnologiya təsvir dərsi üçün darıxdım. Burada yine oxuyurlar. Başqa heç bir dərs keçmirlər. Hardan bildin? Axı müəllim hələ gəlməyib. Məntiqlə düşün. Bura çox maraqsızdır. Burada oxumaq heç kitab belə yoxdur. Texnologiya dərsi necə olsun? Düz deyirsən, şkafda rəngli kağız plastirin də yoxdur. Necə maraqsız, həyat sürülür. Buradakı uşaqlar, biz həqiqətən sağşı uşaqlar. Maraqlı, əyləncəli, öyrədici, biz zamanda yaşayırıq. Bunu indi başa düşdük ki, biz keçmişə qayıtmaqla səhv edirik. Ay oğul, gəl çıx. Mənə tarlada işləməyə oğul lazımdır. Oxumaq lazım deyil. Ay dədə, bütün uşaqlar oxumağı öyrənir. Qoy mən də oxuyum. Əmi, qoy Hüseyin də bizimlə oxusun. Nə olar? Bir kərə qan müxtəsər, oxutmuram əl çəkin. Eyləməyini dəngəsər, oxutmuram əl çəkin. Eyləməyini dəngəsər, oxutmuram əl çəkin. Ay Maysa, keş biz də dərs oxumağa gedərdik. Niyə qızlar sevimli oxumağı öyrənsin? Düz deyirsən, qardaşımı qoyurlar, amma mənə qoymurlar. Elə oxumaq, yazmaq istəyirəm. Qardaşım söz vermişdi ki, öz hərfləri öyrənəndən sonra mən hərfləri öyrədəcək. Sən də mənə öyrədə bilərsən, mən də oxumaq arzusunda. Deyirlər ki, kitablarda maraqlı nağıllar var. Keş oxuya bilərdik. Qızlar, həyətdə bilirsiniz nə gördüm?
Bir uşaq yalan danışıb, ayağını bağlayıb çubuqla vururlar. Vay 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 vay. Nə yaxşı buradayıq. Heyf deyil öz məktəbimiz. Bizə heç cəza vermirdilər. Babam deyirdi, əvvəllər uşaqların ayaqlarından bağlayıb çubuqla cəza verirlər. Ayağa bağladıqları alətin adı falaqqa adlanırdı. İndi isə məktəblərdə cəza yoxdur və siniflər daha gözəl və müasirdir. İndi sinif otaqlarımız işıqlıdır. Rəngli kitablarımız, kompüterlərimiz var. Uşaqlar həm kitabdan, həm də internetdə öyrənirlər. Əslində mədrəsə tənbəllər üçündür. Əli ağa, sən keçmişdə qalardın, xoşva gələrdi. Lap ürəyimcə dedin. Mənim də xoşuma gəlmişdi. Orada uzanmışdım. Müəllim, dini əxlaqi dəyərləri öyrənmək üçün keçmiş çox yaxşıdır. Düz deyirsən, mədrəsə təhsilinin ən yaxşı cəhəti bizə əxlaqi dəyərləri öyrətmək olub. Müəllim, kar keçmişdəki kimi indi də əxlaq dərs olardı. Keçmişdə uşaqlar mədrəsədə oxuyurdular, amma yenə də savadlı olublar. Orada Quran-Kərim oxumağa, gözəl yazı yazmağı öyrənirdilər. Həmçinin saymağı, tarix və əxlaq qaydalarını da keçirdilər. Dərslər sakit və ciddi seçildi. Uşaqlar müəllimə hörmətlə qulaq asırdılar. Otaqda alışaq olurdu, çünki uşaqların çox adam məktəbə göndərmirdi. Bugün təhsil keçmişdəkindən çox fərqlidir. Amma mən gələcəkdə çox maraqlı olacaq. Müəllim, mən gələcəkdə təhsil almaq istərdim, məncə maraqlı olardı. Toğrul, niyə belə düşünürsən? Ay müəllim, bilirsiniz? Oyda, haranız kompüter tableti var. Kitab, dəftər yoxdur, əllə heç nə yazmırlar. Xəttimi düzəltmək məcburiyyətində deyirəm. Əla, bunu çox bəyəndim. Heç kim söhbət etmək istəmir. Hamı onlayn dostları ilə danışır. Çox darıxıram. Burada o qədər məlumat var ki, bilmirəm nəyə diqqət edim. Müəllim nəyə kan axınsıdadır, bizə yaxınlaşmır. Hərəmiz bir şey cibmişik, çox səliqəsiz görünürük. Təzə ayaqqabımı bəyəndiniz, Amerikadan almışam. Çox mübarəkdir, Aysu. Dün araşdırmışam ki, əvvəllər uşaqların kağızdan kitabı olub. Mən riyaziyyat oxumuram, çünki rəssam olacağam, mənə aid lazım deyil. Robotum mənim yerimə dərslərimi etdi, mən də oyun oynadım. Hamı elə bilir ki, mən dərs oxuyuram, amma mən oyun oynayıram. Bugün görürsən kosmosla canlı bağlantı olacaq. Eynoğla dünənki proqramda canlı bağlantı yazılmışdı. Başlayar birazdan. Bu kosmosa canlı bağlantı çox maraqlıdır. Ən çox bu dərsi sevirəm. Mən bugün evə tez gedəm, sonra dərsi dinləyərəm. Ən yaxşısını sən edirsən. Evdən də dərsə qoşulmaq olar.
Anam mənə boş-boşuna sən ağıl dayansan demədi ki. Uşaqlar, virtual dərs başlayır. Bugün Amerika və İspaniyada qaşılanlar olacaq. Planşetimin enerjisi bitib. Olar məndən sənlə birlikdə dərsə qoşulum. Olar, gəl qulaq as. Uşaqlar, canlı bağlantı başladı. Tez olun, oturun. Mən düşünürəm ki, gələcəkdə təhsil daha maraqlı olacaq. Bəlkə robotlar bizə kömək edəcək, bəlkə virtual dərs keçəcək, amma müəllimlərin sevgisi və elmi həmişə vacib olacaq. Müəllim biz keçmişdə gördük, gələcəyi də. Ən yaxşısı elə bizim dövrümüzdür. Çünki keçmişdə təhsil almaq çox çətin olub. Gələcək isə çox qarışıqdır. Biz elə sizinlə burada qalıb oxumaq istəyirik. Gələcəkdə çətin ki, bizim kimi dostluq qura bilən uşaqlar olsun. Mənim burada o qədər dostum var ki, gələcəyə getmək istəmirəm. Mən ümidlə yazıyam. Burada çoxlu dostlarım var. Kitaba toxunmadan oxumaq mənə çox maraqsız gəldi. Keçmiş də, gələcək də gözəldir. Amma ən gözəl bizim sinifimizdir. Bunun dəyərini bilmək lazımdır. Ən yaxşısı burada qalır, əyləncəli, maraqlı dərslərimizə davam edək. Gəlin bir yerdə qalıb birlikdə deyək. Təhsil gələcəyinizi işıqlandırır. Çalsın, sevinək biz bir yerdə.